Salam, hər vaxtınız xeyir. Artıq Dövlət İmtahan Mərkəzi tərəfindən 25 may tarixində imtahan verəcək 2-ci və 3-cü sınıf qrupları üzrə abituriyentlərin imtahana buraxılış vərəqəsi Dim.gov saytda yerləşdirilmişdi və indi sizə necə buradan buraxılış vərəqəsinə baxmaq lazım olduğunu göstərəcəm və siz ilk öncə Dövlət İmtahan Mərkəzi rəsmi səhifəsi olan dim.gov.az bura daxil olursunuz. Elə ekranda görürsünüz bakalavriat imtahana buraxılış vərəqəsi 2-ci və 3-cü qrup üzrə 25 may. Bunun üzərindən vururuq. Və burada görürsünüz, ali təhsil müəssisələri 2-ci və 3-cü sınıf qrupu üzərindən vururuq. Və burada şəxsi kabinet var, bunun üzərindən vuraq. Və burada bizdə şəxsi kabinet istifadəçi adı, yəni fin kod soruşur. Artıq siz fin kodunuzun nə olduğunu bilirsiniz, ona görə biz bura fin kodumuzu yazırıq. Və daha sonra növbət xanasını çıxırıq. Və burada şəxsi kabinetin parolunu yazırsınız. Əgər sizdə şəxsi kabinetə parolu dəyişməmsinizsə, yeni qaydalara əsasən 12 minimum 12 simvoldan ibarət olan parol qoymalısınız və xüsusi simvolları istifadə etməlisiniz. Parolunuzu dəyişin, sonra yenidən bura daxil ola bilərsiniz. Və indi biz artıq burada parolumuzu yazırıq. Və parol yazandan sonra burada ekrana görürsünüz yazıb 5 KY A2 bu hissəni daxil edirik. Yəni burada yazıldığı kimi böyük hərflər və rəqəmlər qeyd olunmalıdır və daha sonra burada daxil ol düyməsi var, onun üzərindən vururuq. Və artıq görürsünüz, imtahana buraxılış vərəqəsi ekranda göstərilmişdir. Siz bunu hər hansı bir printerdən çıxada bilərsiniz. Rəngli və yaxud da rəngsiz fərqi yoxdur. Və imtahan 25 mayda başlayır və artıq bilirsiniz ki, yay dövrünə keçdiyimizə görə havaların isti olması ilə əlaqədar olaraq imtahanlar artıq 1 saat əvvələ, yəni saat 10-a çəkilmişdir. İmtahanımız saat 10 tamamda olacaq və çalışın imtahana tez gəlin ki, gecikməyəsiniz. Burada da hər kəsdə fərqli saatlar yazır ki, həmin saatda imtahan binasının qarşısında olasınız ki, yoxlanış proseduru sonrası gecikməyəsiniz. Və imtahan 3 saat davam edə bilirsiniz. Hər fənn üzrə 30 sual, səhv düzü aparır. Açıqlarda, yəni 22-dən sonraki testlərdə səhv düzü aparmır. İmtahana gedərkən həmin bu vərəqi çıxardırsınız və şəxsiyyət vəsiqəsi ilə bərabər hər ikisini aparırsınız. İmtahanda iştirak edəcək bütün abituriyentlərə uğurlar arzu edirəm.